Yəni, Mərmər, birinci atıcının hədəfi vurma ehtimalı 0.7-dir. İkinci 0.3-dür. Üçüncü 0.5-dir. Heç olmasa birinin hədəfi vurma ehtimalını tapın. Heç olmasa biri. Buyurun. Sıfır tahminde 895. Necə yazmışlar? Necə tapdıq müəllimə? Keçən dəfə rahat yol demişdik. Bəli, vurmama ehtimallarını tapırıq hamısını. Bir-birinə vurup birdən çıxırıq. Ay, yaşa. Çünki heç olmasa biri dedim. Düzdür müəllimlər? Ən qəşəng yol. Bəs yaxşı, belə bir şeydir. Yəni birdən çıxacağıq. Vurmama nədir? Müəllimə yazsın. Vurmama nədir? 0.5, 0.7, 0.5. Yox. Birdən vurmamanı çıxsanız yerdə qalacaq vurma. Yəni vurmağı. Müəllim yazın da zəhmət olmaz. O mən yazıram da nənəm cəddah mı yazmışam ekrandadır. Ekrandadır müəllimə. Gördünüz? Ha, gördüm bu tərəfdəymiş ekran. Hə, indi var başqasını da biləyim. Qoy təbim gəlmiş sən deyim də. Deməli müəllimlər. Birinci atıcı hədəfi vurma ehtimalı 0.37-dir. O birinci 0.48-dir. Deyirəm ki, yalnız birinin hədəfi vurma ehtimalı. Yalnız biri. Heç olmasa demirəm ha. Yalnız biri. Tapın. O kimi uşaqdan yapmıyor. Yastımağı cəhd göstərirlər. Profilaktik Mürekkep danış o səsini kəsdi. tədbirlər gedir. Ki, qorxub qaçar birdən evdə. Keçən dəfə Xəyalə müəllimə idi, deyir o zaman basın yerə yaz. Elə Yapıydı, deyirdi, tapışayla ağzına düşür. Hansı qrupuydu o? Rəziyyat idi də onda. Müəllimə qışqırmışdı üstünə nəvəsini. Hə, tapın görüm nə oldu? 0.63 vur 0.48 üstə gələk 0.37 vur 0.52. Yalnız biri dedim də, demədim ki, heç olmasa biri. Əgər heç olmasa desəydim, birdən çıxacaqdınız vurmamanı. %63, %52. Əgər ya heç olmasa biri sözünü desəydim, mən o sözü demədim ki. Mən dedim yalnız biri. Ola bilər birinci vurar, müəllimlər. O biri vurmaz. Düzdür? Ola bilər birinci vurmaz. İkinci deməli ikinci vurar. Всё. Başa düşdünüz? Yaz. Vətəndaşlar, bu da hədəf məsələləri sizə. Gedək. Yaxşı, sualınızı qutarın, xəbər edərsiniz. Ləman müəllimə, neçənci suallardaydıq təxmini? 3-dən başlayırsınız. 3-dən Yox, qutarmışdıq başlayırsınız. ki. Qutarmışdıq ki, mən sizin şeylədim. 11 dəqiqə Hədə vaxt verirdi qutardı müəllimə. da. Vaxt qutaranda imkan verməz ki, siz çağırım, özünüz gəldiniz xoşluqla. Hə, xoşluqla gəlmişəm. Həqiqət edir, xoşluqla gəlmişəm. Müəllimlər, ədədin tam hissəsi kəsilsin. Yəni bunu təkrarlayaq birinci. Yadınızda saxlayın, kəsr hissə həmişə 0-1 aralığındadır. 0-1 aralığında.
Və bir də yanınızda saxlayın. Sürəti 1 olan kəsrlərə alikvot kəsrlər deyirlər. Birdən sual düşər. Birinci alikvot budur. İxtisar edirsən, tapırsan. Deməli, kəsr isə bərabərdir. Özündən çıxırsan tamını. Məsələn, kök həddə 17 plus 4. Ay mənim plus 4 var ha. Tulla geçsin bunu. Tulla. Problem yoxdur. Bu 4 əvvəldə də olardı. 4 minus kökdə 17 məsələn. Tulla mənfi kök həddə 17 ilə işlə. Kök həddə 17-nin deməli kəsr hissəsi nədir? Ədədin özündən tamını çıxırsan. Kök həddə 17 minus 4. Düzdürmü? Çünki təqribi 4-dən çıxır axı. Bu 7-min də kəsr hissəsi yenə də kök həddə 17 minus 4-dür. Mənlər, bunları da bir-birinə vuranda nə edəcək? Birincinin kvadratı Müəllim, birinci ilə ikincinin kəsr hissəsini deyirik. Siz ikisini Müəllimə yoxlayın. kəsr demir, axı orada deyir kök Hə, altı 17 olsun. isə gördük ədədi ilə. Hə, yaxşı olsun. Mən sizə əlavə elədim. Yaxşı, bu ilə bunun Mən kəsr. bir aldım, mənim yanıma. Bəlkə 1. Cavab 1. Mənfi 1 niyə ki? Kök həddə 17 plus 4 Bəli, bildir. vurulsun. Kök həddə 17 minus 4. Hə, şurada nə? 4. Cavab 1. Yəni orada narahat olmayın. Mən də Pullayın oraya gəlmiş. Çaşdım. Sonra gördüm yox, kəsr hissə deyil, ona görə elə yazdım. Mənlər, çoxluq üçün sizə bəzi ehtimal seçim sualları deyim mən. Məsələn, hələ bu sualı unudaq da, özümdən deyirəm. Məsələn, deyə bilər ki, 2 elementli neçə çoxluq var? Komizon 6-dan 2. Deyə bilər ki, 4 elementi iştirak etməyən neçə çoxluq var? 4 elementi iştirak etməyən 2 üstü 5. Yəni alt çoxluqların sayı 2 üstü n-dir. Amma məsələn desə 3 elementli, 5 elementli yadınızda saxlayın ki, onda komizon işləyirlər. Bir də yadınızda saxlayın, bütün elementlər, çoxluqların boş çoxluq, bütün elementlərin alt çoxluğudur. Məsələn, əgər bunun neçədən bu 6, 2 üstü 6 qədər alt çoxluğu varsa, sizə deyə bilər natural alt çoxluqların sayını, onda birini çıxarsınız. Yaxşı? Çünki boş çoxluğu, istənilən çoxluğun alt çoxluğudur. Mən çəkişmə deyəndə nə edirlər? Əkizlər tapırlar. Heç nə əkizlər tapın getsinlər. Hansıdır burada? Ortaq olan. Əkizləri yoxdur, boş Yoxdur da, çoxluq. hə. Deyirəm, mən ki uğraşmışam. Dedim, bəlkə mən ki uğraşmışam. Yox, ömür. Mənlər. Dirək olsun mənlə. 3-də 1 x, 4-də 1 x bərabər 7. Bu başalan nə yaxşı, hamının əsəbləri yerindədir. 12-də 7 x bərabər 7. X də bərabərdir 7-də. Bu da nədir bu? Cavab verədə 12. Mənlər, gəlin bir dənə sizə qəşəng sual verim. Deməli, gəlin belə bir sual verək. Hə. Sinifdə olmaz, nədir, turist olsun. Rusların sayı 40 nəfərdir. Türklərin sayı 60 nəfərdir. Deməli, türk atırlar. 10 nəfər, nə bilim, İsmailliyə getməlidir. 10 nəfər İsmailliyə getməlidir. 6 nəfər İsmailliyə getməlidir. 4 nəfər də Qəbələyə gedəcək. Nə qulaq asın. Deyirəm ki, gedənlərdən mənlərə eşidirsiniz məni? Eşitmirik səsdən. Bu səyahətə gedənlərdən mənlər. Fərqi yoxdur, olsun səyahətə. 4-ü türk olma ehtimalını tapın. Deməli, 40 nəfər rus turist var, 60 nəfər türk turist var və bunlardan 4-ü səyahətə gedəcək. Bunun ehtimalını tapın. Uzun dərsin bir şey yaxşıdır ki, siz suallar verə bilirsiniz. Amma bir şey də pisdir ki, bəzən səslər açıq qalır.
Müəllimə, gedən 6 nəfərdən 4-ü türkdür, yoxsa 10 nəfərdən? Fərqi yoxdur. Turistlərdən seçirəm. Fərqi yox. Deyirəm ki, yox, 4-ü türk olsun. Hə, 4-ü türk, o birinin özünüz fikirləşin də. Mən ümumiyyətlə turistlərdən 10 nəfər aparıram. Heç bu sualı buranı silirəm. 10 nəfər turist aparıram. Deyirəm ki, Bəli, buradan 4-ü türk olsun. İndi sual daha qəşəng oldu, hə? Tapdım, bəli, Bernoulli'dir. Bəli, Bernoulli qağanızdır, bəs nə? Mərmə, 2 sınağın ikisini də atdım, payın olma. Prosta qırmızı video kimi çıxdı. Olan ikisinə də baxın. Çox sağ olun. Sağ olun. Mənim nəsə mahnı səs gəlir. Nə balasıdırsa oxuyur. Ya talış balası deyir, nə balası deyir, o bilmirəm. Siz bilərsiniz. Talış balası olar mənim. Mahnı talış balasıdır. Ayaqdan qulağımı deyişəmişəm, görüm bu talış balası deyir. Yoxsa nə deyir? Talış var, talış balası var. Bəli. Talış balası. Hə, indi talışlar oynayır. Bizim uşaqlar hər gün mahnı oynayır. Doğru ezbərləmişəm. Müəllimlər, baxın, deməli, Bernoulli qağanı köməyə çağırırıq. Ayaqları uşağın doğulmağıdır. Üzr istəyirəm ifadəmə görə, biraz çobud kimi çıxır. Amma yəni belə deyirəm ki, yadınızda qalsın da. Doğulma məsələsi bir də qəpiyə atırsansa, özü hazır nəzir ehtimalı 2-də 1 verir. Qalanı sizlikdir. Amma burada vermədi. Deyir ki, əziyyət çək, çəkək. Rusların ehtimalı nə qədərdir? %40. %40-ı da ixtisar eləsək 5-də 2-dir də deyəsən. Hə, 5-də 2. Rusunku budur. 5-də 3 də türkünküdür. Mən sizdən türk istəmişəm elə. Komizon 10 nəfərdən 4-ü türk olsa, türkün ehtimalı 5-də 3. Neçə dəfə türk gedəcək? 4 dəfə. Yəni 4 nəfər türkdə. Neçə dəfə rus gedəcək? 5-də 2-nin üstü 6. Əslində Bernoulli qağa deyir ki, baş vermə və baş verməmə. Normalda baxırsınızmı 5-də 3 baş vermədir, 5-də 2 baş verməmədir. Bu da bizim uğur böcəyimiz. Aydın oldu? Bəli. Nəysə. İndi harada qalmışıq, davam edeyim. Hə, neysə, bu getdi. Mən baxıram 6-ya elə. Faizdən məsələ gələcək müəllimlər. Falan qədər artırdın, falan qədər azaltdın və yaxud məxlul. 2 dənə faiz sualımız var bu illəri. Hazır olun. Fərqi yoxdur neçənci ildən gedənlərsiniz. Faiz sualı 2 dənə orada hazır nəzir sizi bəkləyir. Mən bir də çevirmələri təkrarlayayım. Bax, keçən çevirmə düşmüşdü. Ya siz mənim YouTube'da videom var. Girin ona baxın. Fərqlərin 40 olan 2 ədəddən kiçiyinin 60%. Ay müəllimlər, 1 x-dır. 1 də eləyir 60 x. Eləmi? Fərqləri yox, daha doğrusu 40 x. Və yaxud da ki 40 plus x yazın. Fərq onsuz da 40-dır da. Nəysə. İndi müəllimlər deyir ki, 2 ədəddən kiçiyinin 60%, böyüyün 40%. Bunun 60%, yəni vururam 0.6-ya. Bunu da vururum 0.4-ə. Heç nə, bərabərləşdirib işləyəcəm. Nə edirəm mən x, y-lə işləyib. 0.6x bərabərdir 16 üstə gəl 0.4x. Buradan da alırıq 0.2x bərabərdir 16-ya. X də bərabərdir. Dədə onadır. 16-ın 2-yə bölünə neçə eləyirəm ölmər? 80. Düzdürmü? Deyir ki, bu ədəd deməli 80 və 120 imiş. Bunları da bir-birinə vuranda 9600 eləyir. Dadaş. Ne variantı?
Talış var. Müəllimə, bunu K ilə işləmək olar, ən yaxşısı qısa yolla. Mən uzun getmədim mənə gəlir, amma işləyə bilərsiniz müəllimə. Birini Hə, belə deyə Kanan bilərsiniz. işlədim. Mən Heç K də ilə uzun belə Olsun faizi müəllimə. adətən K ilə işləyirəm. mən də 0,6 Kanan. x yaxşıdır, nə başımı kəsməyin. Bərabərdir 0,4 y-ə. Yaza bilərsiniz, niyə yazamırsınız ki? X-iniz 0,4 k-dır. Güya mən nə yaman uzun getdim ki? Y-imiz 0,6 k-dır. Yox müəllim, onluq kəsir yox, eləcə natural ədədinə. Yox, belə yazdım mən. İndi də yanında. 60x Hə də 40 6y y. bərabər 4x ona vurub. Nə daxil var ki, mən də elə şey eyni gedirəm də k-larla. Bu da Heç də yəni nə Hə. bərabərdir 40. Heç nə tapırsınız da nə buradan da. 80-dən 120 yenə alır. Yəni yollar çoxdur. Mən bunun birisini ağarıram. Emin qaydası ilə. Vuranda 36 eləsin. Çıxardaq müəllim əvvəlcə. Müxtəsər olma düsturdu. Hə, o da olar, ay sağ ol. Amma belə də apara bilərdim. Belə də eləyərdim. Bəli. C. 4x y. Hə, bu da 3 çıxartsam. Amma eminlə də eləyə bilərik, müəllimlər. Qoy bir dənə eminlə eləyim də. Burada olurdu. Bu buydu. Eminlə eləsək, o hansı ədəddir? Müəllimə Vuranda 6y qalmır. 12-dən 6-sını çıxan 4 eləyir. Mənim orada hər Y tərəfi var 3-ə yəni, bölünür orada. axı. 3-ə bölmək olmaz. Y var yəni. olur da X müəllimlər. kvadrat. 3-ə böl, yazlıqdır, nə? Day burada nə var? Problem. Burada da x, y özdə. X üstə gəl 2y-in kvadrat. Burada problemli bir şey yoxdur. İndi gözləyin, eminlə eləyim, bir dənə baxın. Müəllimlər, подождите, пожалуйста. Eminlə eləyəsin olsa, o hansı ədəddir? Vuranda 36, toplayanda 12 eləsin. Hansı ədəddir? 6 və 6-dır da. Elə müəllimlər. 3x kvadrat üstə gələ 6x y. Üstə gələ 6x y. Yəni parçalamanı deyirəm ha. Sizə bilirəm bunu eləyəcəksiniz. Vəbşi ümumiyyətlə lazım olsa parçalayıb da vuruqlara ayırmaq olur. Onu göstərmək istəyirəm. Sonra 8-ə baxaq. Keçən illəri belə bir tip sual düşmüşdə vətər belə bir şey idi. BOC 140-sa, mərkəzi bucaqdır, bu da 140-dır. Onda bura 70. X kvadratı minus 8 bərabər ən kiçik tam ədədin kimisini t-nı. Bir də vuruqlara ayıraq. Arzu müəllimə diskriminasiya elədi. Elə mən də eləyim. Yox, mən vuruqlara ayıracağım müəllimə. X minus 5, X minus 8 diskriminantı nə edirəm? Mən də vuruqları ayırmışam. Hə, vuruqlara ayıracağım. Belə yaxşı. Belə yaxşı da müəllimə, diskriminant uzunumdur. Neyinirsən? Bəli. Diskriminantla vuruğu ayırsanız, onda gərək A vurulsun, ya da Vietlə. Viet duradır diskriminantı nə edirəm? Amma o vaxtı müəllimlər Vietdən çox istifadə eləmirdik. Mənim yadımda ki, mənim müəlliməm belə öyrədirdi. A vurulsun x çıxaq x1, x çıxaq x2. Bax, bu zülmlə bunu eləyirdi. A-nı ayrı tapırdım, sonra bunu belə vuruqlara ayırırdım. Amma sonra baxırsan ki, burada Viet var imiş, özümü niyə öldürürəm ki? Hə, 5-dən sonsuzluğa verək, 6 versək müsbət, mənfi, eləmi? Bu da müsbət. 3-5 aralığı. Ən kiçik tam ədəd 3-dür. Kimisli də 6-dır da. Çətindir ki. Hə, almışıq. Müəllimə, D-ni tapmaq asandır da. Deməli, A1 budur. X24 80-dir. 5-ni bir də eləyək də. Bizim ümumiyyətlə sizlər üçün cəm düsturumuz 2 dənədir də. Biri lap asan olan A1 birinci üstə gəl sonuncu böl 2 vursaydı. Biri də şeydir də, nə? Nədir onun adı? 2 dənə A1. Üstə gələk. E-1 vuraq D. Bölə 2 vur N idi də müəllimlər. Bərabərdir S. İndi həmin şey eləyəcəm. 2 vur 5. Üstə gəlsin 20 dənədələr. 20 çıx 1. 19D. Bölə 2. Vur 20. Nənəm zətdaqı da bunu hamı eləyə bilər. 480. Sözü düsturu birdən yerinə qoydum. Bunlar getdi 10. Bu ilə bu getdi 48. 19D bərabərdir. 48-dən 10 çıxırsan 38. D-niz də 2-dir. Şu. Tapındım mən. Çətindir. Almışdım. Çox. Sonra loqaritma 2 əsasdan 7 adır, 2 əsasdan 3 B-dir. Hə, neysə, gedək görək. Nə deyir bu? Müəllimlər, loqaritma
2 əsasdan 168. Belə yaza bilərəm. 2 əsasdan 168 çıxılsın. Loqaritma 2 əsasdan 121 yazaram. Və loqaritma 168-i bu gün bir şey yazaram. 64 vuraq kimi yaza bilərəm də. Hə. Loqaritma 2 əsasdan 64 üstə gələk. Loqaritma 2 əsasdan düzmü gedirəm ay müəllimlər? Hələ düz gedirəm. 2 əsasdan 2. Bunu düpədüz getdim. Məncə mənim problemim niyə tu? Bu 128 edilir. Müəllimə bu yazıyor 168'dir. 24 vur. Hə. Bu gün onda 168-i neçə yaza bilərəm? 7 vurulsun nəsə yaza bilirəm. 2 dəqiqə. 7, 3, 8. 24 vur 7. 28. 21 vur 8. Bir dəqiqə müəllimlər nə olar? Mən bir də çaşdırmayım. Nə olar? Gözləyin. 24 vur 7 kimi yaza bilərəmsə, gəlin onda 24-ü çıxılı-çıxılı xırdalayayım. Bir saniyə nə olar? Səbirli olun. Mən orada hə düz 168. Burada bir çıxılı səhv elədim. Bu qardaşım üzərim. Hə. 168-i bir nəfər yazaq. Loqaritma 2 əsasdan 24 vur 7-dir də. Müəllimlər 8. Elə. Loqaritma 2 əsasdan 3. Nə tər fikirdir? Loqaritma log yazıq. Onu yedirik. 2 əsasdan 7. Bu getdi. Buna bir quş. Çıxaq. 121-i nə yazacağam? Loqaritma 2 əsasdan 11-in kvadratı yazaram da müəllimlər. Bəli. Bu 2 də gəlir düşür qabağa. Hə, всё. Vəssalam. Gətirək yerinə qoyaq tapaq. Loqaritma 2 əsasdan 8. 8 2-nin kubudur. 3 gəldi düşdü qabağa. 3. Üstə gəlir. Loqaritma 2 əsasdan 3. Bu hərfini verir. 2 əsasdan 7. A hərfini verir. Çıxaq. 2 vuraq. Loqaritma 2 əsasdan 11 C vermir. Bu da. Mənlər bu harda var idi? Daha bilmirəm. Variantı görmürəm. Hansı variant idi? 3 üstə gəl 5. Üstə gəl A. Çıx 2 C. Dadaş. Bu da. Всё. Aha. Qaşaq. İndi 12-yə baxaq. Deyil təpə nöqtələri -1, 1. 7, 1. Düz bucaqlığın xaricində çəkilmir. Çevrənin radiusunu tapın. A müəllimlər. Xaricə çəkilmiş çevrənin radiusu. Bu şey olmayacaqmı bu belə? Nə tər fikirdir? Pifagorla. Yox? Hələ. -1-dən 7-yə qədər nə qədər məsafə var? 8 məsafə buradan var. -1-dən 5-ə qədər 6 məsafə buradan var. Pifagordur, nə? Bu da eləyir 10. O da bir. Radius diametrimiz var. Diametrimiz 10-dursa radiusumuz 5-dir. Oradan bir dənə Pifagora rəhmət oxuyaq. Allah ona rəhmət eləsin. Qəni. Dərdi tökülsün Bernoulli'nin ürəyinə. Yo, Bernoulli'dir. Niyə Bernoulli'dir qəşəngdir? Bernoulli'də ya. Niyə Bernoulli'ni dərk etdin? Valla qəşəngdir. Böyle mən onu sizə çətin öyrətdim ay müəllimlər. Yadımızda qalmır, heç çətin Niyə müəllimlər? öyrətmişsiniz. Ehtimallı tapırsan baş verməmədən. Qurtarı getdi. Deyil. Mən heç başa bilmirəm, heç nə. Necə Dərdi tökülsün bu günə qoyanın Mən başına. heç anlamıram da. Yəni siz izah edirsiniz heç nə də, yəni. Niyə ay müəllimlər? Yox, artıq indi biraz anlayırıq Ay hələ. müəllim o günahdır. Ya Allahım da Bernoulli'nin başına. Yaxşı. Bernoulli Mən olsa da bir düşmədi o. Mən elə bilirəm o nöqtələrə düşsə, bizə düşmür. Düşmə ehtimalı, üçlərə düşmə ehtimalı çoxdur. Kəsilənlərə Sonra düşməyəcək. Bernoulli ola da bilər, olmaya da bilər. Yəni 50-50-yə qalmışam. Yəni demirəm 90% düşə bilər. Amma 3 illərə düşmə ehtimalı çoxdur. Bir də Tamam müəllim. Səmanəddin müəllim müharibəyə də aparmayıblar. Səmanəddin müəllim Zavxazda durub, burada ehtiyatdadır. Burada səsi gələcək. Ehtiyatda mısınız abi? Səmanəddin müəllim görürsünüz mü? Neçə vaxtı? Qrupa nəzarət edirsiniz? İndi bir Elə bir xəstə zəif gəlir.
İmtahana yaxındır deyin, hamının səsi zəifləyibdir. Yox, Cəmaləddinin səsi laf zəifləri. Xəstələnib elə. Səmədi müəllim cavab verir, Şahmar müəllim dincəlsin. Ben verirdim. Bir şey kaçırmışım. Siz de sağ olun. Allah şəfa versin, ay müəllim. Yaxşı. Deməli, heç ki, iki topananların hər birini bu qədər ala bilirsə, cəmlicə döyüşür. Buyur. 10 vahid azalardan nə? C variant. Gəlin bunun yerinə sən ballı sual verim də sizə. Olar? Deməli, buradan yekə tospik seçeyim. Buradan bura, indi tospiki 3 mərtəbə eləyəcəm, Diana. Belə bir tospik çəkirəm. Bunu hələ görməmişik deyirsən mən. Deyir bilmirdim, deyir bileydin. Nə bileydim, bileydin. Müəllimə hər dəfə bir şəkillə bizi təəccübləndirir. Hə, indi Diananı tapasın. İşte nəticə ilə müəlliməni təəccübləndirir. Yaxşı təəccübləndirində də o şeydə bulvarda götürüb özümü dənizə atayım da mən. İnşallah. Burada A-dan B-yə tospik. B-dən C-yə, oradan D-yə, bax deyirəm A dilimlə. A-dan B-yə, B-dən C-yə şərt qoyuram. Demirəm ki, ən qısa yol, hələ onu demədim. Şərt qoyuram. C-dən D-yə, D-dən də K-yə. Müəllimlər, o vaxtı 2006-2007-də bir dənə mahnı çıxmışdı, demişəm də sizə. Duet idi. Oğlan deyir, bilmirdim, qız deyir, bileydin. Nəsə belə bir duet var idi. Mən də qrup yoldaşımdan statistika dərsi idi. Zarafatlaşırdıq, bilmirdim, dedim, bileydin. Nəsə də bir də gördük, statistika müəlliməmiz var idi. Bizə qulaq asırmış. İkimizi də qovdu otaqdan. Ay, çıxdıq, getdik. Amma yaxşı ki, müəllimən sonra yadında qalmamışdıq da, təzdən o bir dərslərə gəlmişdik. Tapın görək. Deməli, hatırlayacağım ha müəllimlər, buradayım. Bura uzunluqdur da. U yazın. U. Neçədən oldu ay müəllimlər? 8-əm. 8 faktorial. Yadınıza gəlirmi öyrətmişəm? 4 faktorial. Vur 4 faktorial. Vurulsun. Bu ilə işim qutardı. Gedirəm bu birinə. 1, 2, 3, 4. 1, 2, 3, 4, 5. 9 faktorial. Bölünsün 4 faktorial, vur 5 faktorial. Düzdür müəllimlər? Bəli. Bu ilə də bu getdi. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 faktorial. 4 var. Bölək 4 faktorial, vuraq 4 faktorial. Nəysə də bunu da hesablamaq sizdir. Yaxşı müəllimlər. D-ni yazmadıq onda, D-ni. Gördünüz. Müəllimə axı C promoy K-ya getdi. D gəlmədi. D-ni buldu müəllimə, D. Bir dəqiqə A-dan mən nə qoymuşam şərt? Hə. A-dan B-yə bunu düz yazdım. Yəni. C-dən D-yə. C-yə. Hə, B-dən C-yə ayrı yazmalıydım. Hə, indi C-dən D-yə də şeydir də. 4 faktorial olmur müəllim. 4 faktorial. 4 faktorial. Mən bunu gördüm də. Deyirdim D-pis Dönmədim. Hə, 4. Bəli, bu yerdə. Sonra da buradan da belə Ayşə. Bir də mənə burada Təkcə 4 faktorial. Mən elə yazmışdım. Bəli. Diqqətiniz üçün təşəkkür edirəm vətəndaşlar. Müəllimlər, fərqi iz olan Müəllimə bir dənə də 4 bucaqlıdan yazarıq da arada. yazarıq. İndi gözləyin hələ bir. Fərqi iz olan qonşu bucaqları tapın. Fərqi 100-dür. Cəmi də 180-dir, nə müəllimlər? Bəli. Bunlar getdi. Mən də bir dərsi yazmışam.
2x bərabərdir 280-da. X-imiz 140-dır. Biri 140-dır, biri də 40-dır. Yaxşı? Bəli. Sonra kosinus kvadrat x üstə gəl sinus kvadrat x nə verir? 1 verir də. Bu da 2 alırıq. Dx. Mənimlə 2x olur da bir daha funksiyası. Bir dəfə 9 qoyursunuz. Çıxılsın 2 vur 4. 18 sıx 8 o da eləyir. Nə qədər eləyir əməmlər? 18-ə 8 10. Anlatıncı sağlasaqdır. Aparatulla geçsin. Ortaq vurğu çıxardacaqsınız, işləyəcəksiniz. İşləyim bunu. İşləyim bir sürü. C deməli. Mən verirəm. Mənimlər buradan 15-də cavab neçə oldu? Bu bunu aşağıda B-ni da 10 oldu. 15'te 10. Buradan B'ni çıxartsam 3A minus B 9A. Buradan A'nı çıxartsam 3A minus B. Mənimlər ortaq məxrəcimiz 3A minus B'dir. Elə vur AB. Bunu A'ya cavab vurursan 9A kvadratı. Bunu B'ye vurursan B kvadratı. Təzdən vuruqları ayırsan 3A minus B 3A plus B bölürük 3A minus B. Bu da AB. Elə mənimlər. Cavab oldu AB'də 3A plus B. Var idi mi belə bir cavab? Bəli, C. Hansı qrafik buna uyğundur? Mənimlər 2 vahid aşağı düşüb. Kabüslat olduğuna görə birinci, üçüncü rübdədir. 2 vahid aşağı düşüb. Çünki bu aşağı yuxarı sürüşməni göstərir də. 2. Hocam hansı variantdır? Y var. Nəysə. Hadi gəlin 18 yazım. Mənimlər bu gün hər şeyi də yaxşı öyrəndik elə. Polinomu. Bir də mənim sınavıma da baxsın, üçülü tamam olanlar. Всё, tam olacaq, əla. Yəni bütün o nasazlıqları düzəldəcəksiniz oradan. ABCD bərabər yanı trapesiyasında AC və BD diaqonalları onların kəsişmə nöqtəsidir. Yaxşı olsun. Bu AC bərabər yanlıdır eləmi? Bu AC 45 COD haradır? COD 35 ACD'ni tapdır. Bu cür ACD haradır? ACD. Mənimlər, bu 35 isə bu da 35'dir. 45 dəqiqə 35, 80, bura olacaq 100. Belə mənimlər. Bəli. Çarpaz bucaqların xassəsinə görə bura x, bura Elə bərabər yanında dobrisi də 100 olur. yanında. Onda bu da 100'dür. Bu heç. Buna bir kuş. Onda burada olacaq 55 minus x. Düzdür? Yox, elə ACD də 100 olmur müəllimə. Bərabər yanlıdır. Bizdən ACD-ni soruşdu deməli. Bizə dəqiqə A, C, D. Yox, müəllimə, bura 100 nətər olsun 100. Hələ biz buranı tapmışıq. A, C, D 100 nətər olsun. A, C, D. Bura 100 olma ehtimalı var mı? Yox. Müəllimə, nə danışırsınız? 5'in boşluğu da 145'ti. Qarşılıqlı Bir də bucaqlar mən oldu. çaşdırmayın. Gözləyin, orada 100 deməniz. Çarpaz bucaqlar bir-birinə bərabərdir. Düzdür? Bura x-sa, mən çaşdırmayın nə olar. Bir dənə çaşdırmayın. Qoyun özüm bir şey edəcəm. BAC 45'dir. BAC. Bərabər yanlıdır da. Burada x-dir. COD 45'dir. COD. Bura 45'sə, Bu 35'dir. burada olacaq 135. 35 nə? COD 35'dir müəllimə. 35 idi. Hə, 35 nə etdik o gözüm elə görür. Burada olur 145. Hə. Olsun, bura 145. İndi dayanın bizə dəqiqə. Çarpaz bucaqlara görə bura x-sa, bu da x-dir. Düzdürmü müəllimlər? Bu da qaşaq. Ay müəllimə, bu ODC də 45'dir də, bərabər yanlıdır axı. O, D, qoy, o, D, ODC C. də 45. O, D, C. O, D, C də 45'dir. Diaqramlar kəsişir. Hə, basan deyildi. Bunda nə var ki? Mənlər funksiyalar aralığı deyəndə nə başa düşürük? Törəməsini
Tapın. Böyük bərabər Nice. 4x-in sonki böyük bərabər 0. X də böyük bərabər 3-dən. 3-dən sonsuzluğa. Dadaş. Müəllimlər, ikinci tip sual qəşəng sualdır. Fikir verirsinizmi, işlədikcə heç birinci qrupda çətin gəlmir adama. Nə var ki? Müəllim, bu son illər çətindir. Əvvəllər Əslində yaxşıdır. son daha rahat gəlib. Niyə? O günkülərə baxın, necə rahat bir şeylərdir. Bəs müasir suallar verəz biraz içində. İstəsək gələn dərsən son illərin içində işləyə bilərik. Mən işlətmişəm o fərdiləri və son illəri. Bəli, müəllim, işləyək də 20-dən sonra. Problem deyil. Tapın atın işləyək. Kimsə tapsın atsın. Bunlar üçün məncə maşallah qəşəng işləyirik. Mənlər tərəf-tərəfə toplasaq. Bərabərdir 0-a. X təqədiqlik nədir? 5. B minus A. Mənfi 10-a. Mənlər B minus A. Bərabərdir 5-ə. A minus B nə verir? Mənfi 5. Razılaşdıq mənimlə? Yaz. Bəli. Yes. Yaz. Müəllim, 19-dan 25-ə qədər düşən mövzuları atdım mən qrupa. Hə, çox sağ olun. Onunla bir dənə saxlayın ha, yaxşımı? Sabah onu işləyir. Yaxşı. Bu nə bir günləri hansı? Bunun cavabı nə oldu müəllim? Hansı Mənfi 5. Mənfi 5 aldım da mən. Mənfi 5. Ha, müəllimlər, bunu deyəsən bu gün hara kimləsə işlədim. Amma qoy baxım görüm. Kvadratının kubu. Müsbət 5-ə. Sinus kvadratın bunun kubu. Mən də müsbət almışdım. O Bilmirəm. Yox, niyə müsbət alırsınız? Mənfidir. Mənfi almamışdınız müəllimlər. Bəli, mənfi. Səhviniz var da, orada bir şey var axı. Müəllimlər, bunu belə baxdım mən. A kubu plus B kubunun nə tərəfdırlar? Sinus kvadrat alfa. Sizə gəlir kosinus kvadrat alfa. Vurulsun sinus üstü 4. Kos üstü 4. Düzdür mü? Çıxaq. Sin kvadratı alfa. Kos kvadrat alfa. Nəysə, buradan bir yaradıcılıq eləyəcəm. Bu 1'dir. Bunu tulla geçsin. Sinus üstü 4 kosinus üstü 4'e 1'e yazıram. Sin kvadratı üstə gəl kos kvadratının. Elə mi? Çıxılsın 2 dənə sin kvadratı. Kos kvadratı. Düzdür mü? Deməli, bax bunun yerinə, buradakının bunun yerinə yazıram 1 çıxılsın. 2 dənə sinus kvadratı, kosinus kvadratı, bir də burada var 3 dənə. 3 dənə sin kvadratı, kos kvadratı bərabərdir 4'də 3'ə. Düzdür vətəndaşlar? Müəllimlər, 3 dənə sin kvadratı, kos kvadratı, 1-dən 4'də 3 çıxanda neçə eləyir? 4'də 1. Onu da 3'ə böləndə sin kvadratı, kos kvadratı bərabərdir. 3'ə böləndə neçə eləyir? 12'də 1. 12'də 1. Elə mi? İndi müəllimlər, bir şeyə də baxın. Sinus alfa, kosinus alfa 2'də 1, sinus 2 alfa vermirdi. Deməli, bu verir bizə nə? 4'də 1 sinus 2 alfa. Düzdür müəllimlər? Sinus kvadratı 2 alfa. Razısınız? Müəllimlər? Bəli. Bərabərdir 12'də 1'ə. Buradan da alırıq ki, sinus kvadratı 2 alfa bərabərdir 3'də 1'ə. Nəysə, bu əlimdə var. Gedirəm 6 kosinus 4 alfanı açmağa. Kosinus 4 alfanı sinusa görə belə aça bilərəmmi? 1 minus 2 dənə sinus kvadratı 2 alfa. Aça bilərəm də müəllimlər, elə sinusa görə. Sinus kvadratı 2 alfa nədir? 3'də 1. Düzmü yazdım? Hesab səhv eləmədimsə, məncə düz yazmışam. 6 çıxılsın. 2 vuraq. 3'də 1. 6 yox, burada şeydir. Özür istəyirəm. 6 vurulsun 1 çıxaq. 2 vuraq 3'də 1. 3'də 2, 1'dən də 3'də 2 çıxanda neçə edir? 3'də 1. 6 vuraq 3'də 1. Düzdürmü müəllimlər? Cavab 2 eləyir. Yaz. Bəli. Hesab səhv eləmədim məncə. 2 olmalıdır. Bu başqa bir tipini eləmişim, 4 almışım. Niyə yarısı belə misala gedir? Müəllimlər, pis misaldır ki. Çətindir ki, müəllimlər bu.
Bəli, çox pis. Oy. Ay müəllimə, bəli. Çox pis. Niyə? Üçünü Yerimizə elə gəlir bunu göydə istədilər. Məhv elədilər bunu. Kəsilənlərə qətlət etsinlər. Mən Biraz vaxt tapar. canım gözüm, kəsənlərə bir 15 dənə çətin sual var. Mən demirəm ki, yoxdur, var. Aparıb yerinə 1 qoyursan. Cavab elədi 1. Buna 1 qoş. Bayaqlar limitdə, görkəmli limitlərdə öyrətdim də sizə. Qəşəng işləmişdik də. Bu günün 5-ci sualda nə deyir? Deyir ki, A çoxluğu x kvadrat tənliyin kökləri çoxluğu B isə 5-dən kiçik cüt ədədlər. Müəllimlər, A-mız vuruqlara ayırsaq x minus 4 x minus 2 bərabərdir 0-a. Tənliyin birinin kökü 4-dür, birinin kökü 2-dir. Düzdürmü? Müəllimlər, yavaş yavaş, bizə baxın söylə. Gəncədə yağış. Hə, bu getdi. Neyse, A-nınki oldu 2-4. Müəllimlər, A-nınki 2-4-dür. B-ninki də Bu da 2-4'tür. 2-4-dür. Bərabər. Şu da bunlar birbirine bərabərdir. C var. Cücə. 0-1 arasında olsa hansı ifadənin qiymətdən kiçik olar? Hansının kəyin kiçik olar müəllimlər? B-ninki. Düzdür? Beynim bəli. Dairənin radiusunu 4 dəfə azalsa sahəsi necə dəyişər? 16 dəfə azalar. Müəllimə, bir də o niyə B oldu? Müəllimlər, özünüzdən yalandan 0,1 qoyun hesablayın. Görəcəksiniz ki, bu lap çıxılı olur. Yerinə qoyarıq. Başqa. Neden? Sonra müəllimlər. Bax, -5-i çıxartsam, eləmi? Yerdə qalacaq A minus 2. Basamtı da, bu da -2'nin kvadratıdır. Düzdürmü ay vətəndaşlar? -5 bölünsün A minus 2. Biz çox qutardıq. Burada da yerini dəyişə bilərik də. Sürət və məxrəci mənfiyə vursaq C variantı olur. Yəni orada özünüzü çarıxdırmayın. Sonra, 9-cu sual qəşəng sualdır. Mən bir siz eləyim, birinci. Başa qəşəngcəni asım töküm ay müəllimlər. Asaq tökək. Bəli. Bir siz nə görürəm? 1 üstə gəlinsin. Sinus 2x asıb töksəm 2 sinus x kosinus x. Düzdürmü? Biri də açın müəllimə. Biri də açacağım müəllimə, gözləyin, səbirli olun. Biri də açaram, lap yazaram sin kvadratı alfa x üstə gəlsin. Ya da qoy elə bəri başdan açın. Və lap gözümün qabağında olsun. Yəni. Amma pis suallar işləmədik elə bu günləri. Hə, müəllimlər? Sin kvadratı x cos kvadratı x sinus 2x açıram 2 sinus x kosinus x. Kosinus 2x'i də asası olsam, müəllimlər, yaza bilərəm 2 dənə kosinus kvadratı x minus 1 şəklində. Əslində bu ilə bunu apara bilərdim də, heç açmasam da olardı, bax. İndi müəllimlər, kosinus x-i ortaq vuruq kimi çıxartsam, 2 kosinus x-i. Heç orada 1 açmasam da olardı. Ortaq vuruq kimi çıxartsam, yerdə qalacaq sinus x, düzdür müəllimlər? Üstə gələk kosinus x. Gördünüz? Aşağını verdi mi? Sinus x, üstə gəl kosinus x. Bax, bu getdi. Müəllimlər, 2 kosinus x. Əslində sınaqlamaq yaxşı bir şeydir. 2 kosinus x yazıram. 2 cos x dx. Vətəndaşlar, nəyin törəməsi kosinus x-dir? Sinus x-in törəməsi, düzdür? Mənfi sinüsü. Niyə ay müəllimə? Sinus x-in törəməsi kosinus x-in. Nə danışırsınız? 2 Müsbət. müsbət. Müəllimə, gəlin bir dəfə pi bölü 2 qoyaq. Sinus pi bölü 2-də 2 sinus pi bölü 2 çıxılsın 2 sinus pi bölü 6. Belə bir şey alıram da. Eləmi?
Buradan pi bölü 2'də sinus 1 verir. 2 vur 1, 2. Pi bölü 6, 30 dərəcədə 2-də 1 verir. 2 vur 2-də 1, 1 deməkdir. 2 çıx 1, cavab 1. 1 almışdınız da yəqin ki, hə? Vətəndaşlar? Bəli. Bəli, bəli. Bəli, bəli. Məmməd, yanvar qrupu buradadır mı? Yoxsa gediblərmi yatmağa? Buradayıq mənlə. Səhifə Demişdiniz həftə fəzəyə qalmışdıq, baxacaq, bəli. unutmayın. Hə, Buradayıq mənlə. gedin görün orada. Ay Cəmaləddin müəllim, hansı qalıqda qalmışdıq yanvar qrupu ilə? Həcmdə idi, həcm. Həzm. Müəllimə, səhifə 175 işlədik. Mən sizə bu günə nə söz vermişdim işləməyə? Silindir. Səhifə 258. Piramidanı işlərdik, prizmanı işlərdik, silindir. Mən yazmışdım 258. Silindir o şeylər olur, bakallar olur, beləsinə. Odur da. Bəli, demişdik ki, mən bu gün silindiri bitirəcəyik. Hə, silindir eləyək, bu günləri qazanc olsun bizim üçün. Ay Kerem onu bir də təkrar edin. Sahəsi. Silindirdən məlmə bakaldır, vay başa dönüm, budur da bakal. Yox, o fırlanma, hansı kiçik ətrafında fırlanır, onu deyirdim. Hansı katetin ətrafında fırlanırsa, o sizin hündürlüyünüzdür. Yaxşı məlmə, hündürlük, bax dimdik dayanır o, yadınızda saxlayın. Fırlanırsa dimdik dayanan odur. Məlmər, bax silindirin açılışını əgər çəksəz, belə düzbucaqlıdır, 2 dənə də belə dairədir. Yəni, silindirin oturacağı özünüz bilirsiniz ki, dairədir, pi r kvadratıdır. Yan səthi desəydi, oturacağının uzunluğu, yəni 2 pi r-i vurursan h-a. Yadınıza gəlir də, bu verir s-yan. Tam səthini soruşsa, 2 dənə pi r kvadratı üstə gələk 2 pi r h. Xatırlayırıq da bunlar müəllimlər. Düzü? Aysa, indi gəlin birə-bir yazaq. Buradan neçə dənə yazacaqsınız? Ev tapşırığı götürün. Çünki sabah da biz bundan bir çıxılı qalığa da baxacağıq. Yazın buradan evə 40 dənə. Bəs düzdür. Sabahları konus işləyəcəyik. Ox kəsiyini deyəcəm. Mənlər sabah konusu yadıma salın, yaxşı? Mənlər. Xatırlayın ha, konus. Yaxşı. Müəllimə, o kəsiyi elə yan səthi sahəsi deyilmi? Müəllim, ox kəsiyi bilirsiniz hara? Yox, diqqətli olun. Ox kəsiyi elə bir ortadan pərdə ilə belə bir bölürsünüz də var. Bax, belə müəllimə. O düzbucaqlıdır. Bax, budur. Bu da diametr vur h-dır da. Aydındır? Yaz. Gör. Ox kəsiyi budur. Gəlin yazaq. 1-dən 11-ə qədər 9 dəqiqə vaxt verirəm. Tamamlayın. Bax, mən burada işlətsəm də, gedin evdə bir işləyin əmənlər. Deməliyim, deyil ki, bu da üstümüzdən gedir də əmənlər. Nə qədər işləsə qədər yaxşı. Senin də yan səthinin sayəsi 30 pi. Mənlər olarsa onun ox kəsiyinin sayəsini tapın. Bax, ox kəsiyi buradır. Buna baxın, bax bu işə. Senin də yan səthinin sayəsi böyrüdür. 2 pi r h 2 pi r h düz deyirəm də. Bərabərdir 30 pi-yə. Ox kəsiyinin sahəsi isə deməli ox kəsiyi 2r bura h demək deyilmi müəllimlər, hə? Bura h. Aysa. Hər tərəfdən pi niyə 2r buradan bura 2r deyir müəllimlər? Niyə yoxdur ki? Kimdə yoxdur yəni? 2r burada h-dır da. Hə. Müəllimlər, p hərfini buradan tullayıram. 2r h 30-dur. 11. 30. Almamışdınız 30. Ox kəsiyinin sahəsini deyirəm. 15 eləmir mən. Hətta 32-yə böləndə 15. Müəllimlər, ay sağ ol, hə. Yox, yazmışam. Mən niyə çaşdırırsınız? 2r h düzdür, nə? 2r h. Всё. Buradan bura 2r, burada h. Düz yazmışam da müəllimlər. P-ni tulladım. 2r h 30-dur. Qutardı. D variantı. Kim 15 yazıbsa. Mən çaşdırmıram.
Silindrin düstur yazırsınız, tapırsınız da. Burada bir şey yoxdur ki. Silindrin oturacağının diametri 16. Silindrin həcmini tap. Diametri 16-dırsa, radius 8-dir. Silindrin həcmi də ki, pi r kvadratı vur h-dır da müəllimlər. Onda olacaq 64 pi vuraq 8. 4 + 8 32, 48 51, 512 pi. Niyə var et? Sonra 13-ə baxaq. Ox kəsiyinin diaqonalı. Mən bunu çəkeyim. Bax, ox kəsiyi şeydir. Bax, bura qırmızı rənglə nə edəcəm? Baxın. Diaqonalı burada. Diaqonalı 13, hündürlüyü 5-dirsə, mənimlə Pifaqor deyil. 169 çıx 25. 144, bura 12-dir. Radiusumuz onda 6-dır da. Cücə. Çünki bu diametrdir axı. Diametri 12-dir. Radius da 6-dır. Sonra baxıram 4-cü suala. Deyir ki, silindrin oturacağının radiusu 3, hündürlüyü 5, yan sətin sayəsində 2 pi r h deyilmi? 2 vur pi vur 3 vur 5 30 pi. Baba. 5-ci sual. Silindrin oturacağının radiusu 2-dir, hündürlüyü budur, yan səthi 2 pi r h 4 pi vur 6 24 pi. Sonra 6-cı suala baxaq. Mən biraz yavaş-yavaş deyin də bu çatdıra bilim. Yaxşı. Eləsə var ki, yoxlayan var. Mən asan deyil, ona görə sürətli dedim. Yaxşı, hoş gəlin. Mənimlə silindrin oturacağının sahəsi pi r kvadratıdır. Ox kəsiyinin sahəsi isə ox kəsiyi 2r vur h-dır. Deyir, nisbəti olarsa, indi qoy bunu yazaq. Kök altda 3 pi böl 4. Eləmi mənimlər? Məncə düz getdim. Məncə düz getmişəm. İndi mənə deyir ki, heç də pulları silirəm, r-ları silirəm. Yerdə nə qalır? Burada r getdi. R bölək 2h bərabərdir kök altda 3 böl 4. Orada da 2-ləri aparsam, kök altda 3 böl 2. Elə mənlər? R böl h. Nəysə, düz gedirəm. Deyir, indi bu silindrin ox kəsiyinin diaqonalı ilə oturacaq müstəvisi arasındakı bucaq. Ay mənlər, radiusa kök altda 3 desəm, h-ımız da 2-dir. Tangeslə işləyə bilərəm də. Və yaxud da ki, hədə düz gedirəm də. Diametr 2 kök altda 3 olur da. 2 olur. Belə h kök altda 3 olur. Niyə h kök altda 3 olsun ki, diametr? Bizə dəqiqə. Tənasübdən alınır da. 2 bərabərdir. Yox, bizə dəqiqə. Pifaqorunu işləmirəm. 2 buradır, kök altda 3 budur. Özə k ilə götürsəm. Elə? Yox, siz öz tənasübünüzdən tapın da 2 bərabərdir kök altda 3 h. Nə dəxli var ki, eyni şeydir. Mən nə deyirəm ki? R-ə 3k deyirəmsə, diametrimiz olacaq 2 kökdə 3k. Düzdür? H-ımız da 2k. Nəyi səhv elədim? Səhvim var mənim? 2R bərabər. Sizin dediyinizə gəlib çıxıram da. 2R bərabərdir H kökdə 3-ə. Nə dəxli var ki, mənim? Var bir dəxli. 4 vur 3 oradan asan da olur deyə ona görə dedim. Məncə püstə getməyib. Pifaqorda 4k. İndi mənə deyir ki, 30 dərəcəli bucaq qarşısındakı katet betonun yarısıdır. 30 dərəcədir də. Problem yoxdur ki burada. Cücə. Nə dəxli var mənim eyni şey? 30 almışsınız da yəqin ki. Almışsınız 30-u.
Mən almamışam hələ. Yalan yetişir. Bəli, bəli, almış. Sonra 7-ni deyirəm elə. Müəllimlər 7-ni deyirəm. Bəli, eyni. Hə. 11-ə kimi. Yaxşı, yaxşı. Silindrin oturacağının sahəsinin zəyəri çəkirəm. Oturacağın sahəsi pi r kvadratı. Ox kəsiyinin sahəsi, ox kəsiyi buradır. O kəsiyimiz 2r vur h-dır. 2r, yenə eyni şeydir h. Nisbəti kök altda 3 pi böl 4'dür. Eyni qaydadır müəllimlər. Burada p'lar getdi, r'lar getdi, 2'nin biri getdi. Radius, bu da h. Buradan da alıram 2. Müəllimlər, deyir ki, ox kəsiyin diaqonallar arasında. Ox kəsiyinin diaqonallar arasındakı iti bucağı tapın deyir. Bizdən buranı istəyir. Razısınız məndən? Bıçqıdan. Hə müəllimlər? Taparam, problem deyil. Hələ bir bununla Pifagora görə tapım. H-a deyəcəm, radiusumuz kök altda 3-dürsə, bura olacaq 2 kökdə 3. Çünki diametr daxı. H-ımız 2-dir. Müəllimlər, onda buraya belə çıxır ki, bu 60 dərəcədir. Bu da 30 dərəcədir. Diaqonallar kəsişir. Kəsişmə nöqtəsində yarıya bölünür. Düzdür? 30, 30, 60. Bura olur 120 dərəcə. Burada olur 60 dərəcə. İti bucağı istəyirdi də müəllimlər 60. Tapmışdınız 60. Bəli. Bəli, bəli, bəli. Hədə birincisini çəkirsiniz. Sonra 8-ə baxaq. Deyir, silindrin hündürlüyü və oturacağının diametri 3 dəfə artırılarsa, həcmi necə dəyişər? Həcmi pi r kvadratı vur h. Düzdürmü? Məncə 27 dəfə artar. 30 vur. Elə yazmısınızmı? Bəli, müəllim, elə yazmışam. Bəli. Ədəd də verib görə bilərsiniz rahat. Mən ədəd verib yazmışam. Ədədlə daha rahat olur, heç şübhə də qalmır. Silindrin həm hündürlüyü, həm də oturacağının diametri 75% azalarsa, silindrin həcmi necə dəyişər? Müəllimlər, silindrin radiusu həm hündürlüyü, təsəvvür edin ki, hündürlüyü də 10 olub, radiusu da 10 olub. Həcmimiz olub pi r kvadratı, yəni 1000 h, 1000 pi. Bu əvvəldir. 75% azalırsa hündürlüyümüz, həm də oturacağının diametri 25% azalarsa. Müəllimlər, hündürlüyümüz 25 azalanda nə baş verir? Bu biraz uzun getdi ya. Bizcə dəqiqə. Bizcə dəqiqə. Gəlin 100 ilə işləyiblər. 100 ilə işləsəm daha yaxşıdır. İstəyirəm çox x-y-ə qaçmayaq. 100, 100. Müəllimlər, burada həcmimiz eləyəcək v bərabərdir. 4 dənə nolik, 6 dənə nolik. Düzmü gedirəm? Baxın, hesab səhv eləmədim. Bu güya əvvəlkidir. 100-ün 100-ə götürsəydik. Deyir, həm oturacağının diametri. Oturacağımızın diametri 200-dür. 200-ü 75% azaltmaq, 200-ün 25%-ni tapmaq deməkdir. Neçə eləyir? 50. Elə müəllimlər? Diametrimiz olacaq 50. Deməli, diametrimiz 50-dirsə, radiusumuz 25-dir. Buyurum, niyə belə uzandı bu? Həm oturacağının diametri, həm də hündürlüyü 25. Hündürlüyümüz 100 idisə, 25% azalırsa, yerdə qalır 75. Elə müəllimlər? Deməli, 1 milyonu bölürsən 25, bilmirəm, mənə gəl uzatdım. Böl 75-ə. Görə neçə dəfə azalır və yaxud da ki, artır. Necə dəyişir? 25-ə bölsəm, müəllimlər, 25-ə bölsəm, burada 4 qalar. Elə. 25-ə bölsəm, burada 3, burada 4 qalar. Nəyi səhv elədim, ay müəllimlər? Mənim səhvimi tapın, görüm nə olar. Nəyi səhv elədim? Ən drabadi bir şeylər aldım. Mən 1-ə yazmamışam. Azaldıq yazmışam. Ona görə bilmirəm bunu. Mən istədim praktik yolla fikirləşirəm.
Mən istədim güya. Hündürlük 75% azalıbsa, deməli 4/1. Bircə dəqiqə müəllim. 4/1 vur 4/1 vur 4/1. Niyə müəllimə bax? Əgər həm hündürlüyü, həm də oturacağın diametri 75-dir. 4/1 vur 4/1 nədir? Bəli, hündürlük 25% oldu 4/1. Hə, olsun. Düsturumuzda da belədir də 2 pi r kvadratı h 3 dənə 4/1 var. Pi r kvadratı Pi vurulur. kvadratı h. Hə. R də 4/1 olur. Kvadrat Bax eləyər da 16. 4/1-dir də. Ay sağ ol. 64 də fazlalar. Всё da niyə uzadıram ki? Mən niyə öyle saqqız kimi getdim? Ay yaxşı. Bu daha yaxşı mənim. Sağ ol. Silindrin oturacağın radiusu 3, hündürlüyü 8 olarsa ox kəsiyinin diaqonalı asandır. Pifaqordur yenə də. Hə, mən orada razıyam ki, heç xoşa gələn yolla getməmişdim. Hündürlüyü 8-dir. Onda diametri 6-dır. Pifaqora görə bu da 10-dur da. Sonra silindrin oturacağın radiusu 6-dırsa, bu diametri olur 12. Burada 16. Məmlər Pifaqordur, nə? 256 üstəgəl 144. 20 eləyir. 400 oradan da 20 çıxır. Всё, məmlər qurtardıq. Yeter. Sabahlar 40-a qədər işləyim müəllimlər. Acı yoruldum mən də. Bu ilə nə qədər? Yox, bitirdik Qəmər müəllimə. Bitirdik. Çünki sabah tezdən mənim də altın yarısı dərsim var. Bir 3 saat yatım. Sabah neçədir? 6-cı gün. Sabah da həm də son zəng var. Düzdürmü? Allah qoysun da. Gedin gəlin. Gedin gəlin. Hamı son zəkdir. 7-də açarıq yayımımızı. Yaxşı müəllimlər. Sabahlıq 7-də, amma bazar günü gün ortada açacağam. 7-də də açacağam. Uzun müddətli olacaq. Yaxşı. Bazar günü həm kurikulum sıfırdan başdan ayağa kitabı yerinə yeksana eləyəcəyik. Riyaziyyata da baxacağıq. Yəni işlərimiz çoxdur. Sadəcə bir damcı sabah üçün gün orta eləyirəm ki, çünki gün orta çox adam evdə tapılmayacaq. Yaxşı müəllimlər. Bəli, müəllim. Sağ olun, görüşərik. Allah aman Sağ olun. olun. Gecəniz Allah xeyrə əziyyətinizi itirməsin. Allah səsimizi eşitsin. Allah sizə hər şeydən öncə şans versin. İnşallah şansınız gətirsin, bəxtiniz gətirsin inşallah. Yəni normal əziyyətimizi də çəkmişik. İnşallah yaxşı olacaq. Sağ olun, var olun. Amin. Sağ olun.